Bilirsiniz ki, Azərbaycanda əxlaqsız müğənnilər konsert verir və onların konsertində uşaqlar da iştirak edir və yaxud da deyək ki, üzdən İraqların hər hansı bir yerdə, məkanda konsertləri olur. İndi bir mahnı oxuyurlar. Məktəbli uşaqlar yığıb aparırlar orada. Orada nə üzdən İraq, nə əxlaqsız müğənni cəlmələnir, nə bir şey. Onların konsertinə uşaq gedəndə, yəni uşağın tərbiyəsini pozan adamlar orada konsert verirlər. Onlar cəlmələnmir. Amma sıravi bir ruhani ki, namaz, əxlaq öyrədir uşaqlara, o cəlmələnir. Bu dinlə düşmənçilik deyil, besinədir. Bütün gün Azərbaycanın televiziyalarında ailə tərbiyəsinə ziyan vura biləcək kinolar və yaxud da ki, verilişlər hazırlanır, ekrana buraxılır. Və onları heç kəs cəlmələnmir. Heç kəs onların qarşısını almır. Bu, birbaşa olaraq dinlə düşmənçilikdir. Və onu qeyd etmək istədim ki, dinlə hər kim, hər hansı bir dövlət düşmənçilik edibsə, məhv olub, aradan gedib. Necə ki, Stalinlər məhv olub gedib, Saddam Hüseynlər və digərləri. Və bu, tarixin bizə göstərdiyi bir nümunədir. Hər kim dinlə düşmənçilik edibsə, məhv olub, tarixin zibilliyində qərar tutur. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.